Hər peşənin öz məsuliyyəti var, amma bu peşə əllə toxunmadan da könülləri sağaltmağı bacarır. Səbrin, mərhəmətin, fədakarlığın və qəhrəmanlığın daşıyıcıları da onlar. Ağrını azaltmağı, qorxunu sakitləşdirməyi, yaşatmaq üçün yaşamağı seçənlərdir. Cəmiyyətin görünməyən, amma ən vacib dayaqları, tibb işçiləri. Məşhur bir yazarın bir sözü var. Deyir, gerçək həkim xəstəsi ilə yaşayıb, xəstəsi ilə öləndir. Biz həkimlər də hər gün xəstəmizlə yaşayırıq, demək olar hər gün xəstəmizlə bəzən də dediyimiz kimi ölürük. Həkimliyin məsuliyyəti həddindən artıq çoxdur və bu işə başlayanda da biz bu işin asan olmadığını bilirdik. Amma hər sağalan xəstəlik, hər minnətdar baxış bu çətin işin eyni zamanda nə qədər də dəyərli olduğunu, nə qədər də müqəddəs olduğunu bir daha bizə göstərir. Mən vəzifəmin, peşəmin müqəddəs olduğunu bilirəm və bu inamla da, bu inancla da hər gün işimin başına gəlirəm. Bəzən dediyimiz kimi çətinliklər olur, amma biz həkimlərin demək olar ki, üstündə bir həyat yükü var.